Bugün Bakı şəhərinin 14 nömrəli tam orta ümumi təhsil məktəbinin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. Yenavaz.com xəbər verir ki, bu barədə APAya 14 nömrəli tam orta məktəbdən bildirilib. Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. Stat: Həmçinin məktəb rəhbərliyi digər aidiyyatı dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss etməyə başlayıblar. Statın sonu: Məsələ ilə bağlı aidiyyatı dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. Təbibdən bildirilib ki, bugün saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb. Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Stat: Təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Qarayev adına Uşaq Kliniki Xəstəxanasına 5 nəfər, Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən birinə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib. Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə ilə evə buraxılıb. Statın sonu.